Çıktığım her yol rəqabət meydanına çevrilir və mən buna hazıram. Rəqabəti sevirəm. Hər an, hər yerdə istənilən rəqiblə. Attığım hər addım məni birinciliyə aparır. Qələbə mənim olmalıdır. Daim hərəkətdəyəm. Daim öndəyəm. Daim zirvədəyəm. Çünki tək rəqibim özüməm. Bizon Enerji. Güc məndədir. Bizon Enerji'nin baş sponsorluğu ile Duz Komedya başladı. Partnyor Belaçka Tumları. Hanımlar ve canablar, karşılayın. Duz Komedya. Nece? Hadi bir daha diyenler ha. Duz Komedya. Bu ya komedyadır. Boyat. Ne var ya? indi görəsən, Ədalət Şükürov gələcək. Qaqanın onunla bir dənə yaxınlığı var, gəl görəsən. Buyur. Görəsən məndən nə tər öpüşük görüşür. Biz ondan cambır atıq, qaqa. Bildim başa düştüm. O Adalet o mahnını okuyan da öyle. Ay kız geçme bizim mahalleden. Hə, dana. Vay şöyle sen bir şey itiraf edeyim. Hə. Uşaq vakti yani zaman olan vakti. 10 diskin koydum maytafona. Ha. Gedirdim kızgilin küsesine. O başa, bu başa. Ne ter kulak astırdım bütün millete. Bir defa de onun anası Ha. zalimi çıkmış. Ne ter paraşoklu suyu töktüm hem maşınımın üstüne. Bu. Ben de soğudum maşınımda bir abırtılık oldu. Mən də deyirəm, səndən paraşok hissi niyə gəlir? Vay doğrudan Ha. şöşü. Ha. Sen ne demedin? Biz adaleti niye gözlüyoruz burada? Ne işimiz var ya bizim onunla? Diyorum. Nə tər nəyə gözləyib? Mən zınqazının səhərdən sana nəyə deyirəm? Ədalətlə mən Leningradda bir hoqqalardan çıxmışıq. Mən onunla Mariskoyda hələ demirəm nə qarmışıq. Gəminin kapitanı deyirdi ki, ancaq ədalətlə şöşü buralara baxacaq. Qiliçirinlə paraşoku qatırdıq bir-birinə. Göyərtəni el eləyirdik şüşə kimi. Şüşə Vay kimi. şöşü. Hə. Mənim uşaqlığım o mahnılarla keçib. Va. O mahnıların sadalıyım hə. De gəlsin görüm Ay hələ. kız, Keçmə bizim məhəllədən. Va. Sonra bir dənə də mahnısı var. Mən sənə nə tərdi o sözləri? Mən səni heç kimə Mən dəyişmərəm. Dənəm. Sonra bir də var. Hə. Ay uçan düşdən dön. O Eyyubun mahnısıdır. O Eyyubun mahnısıdır. Ədalətdə şeydir. Mənə dəniz verin. Nanay. Ləzzətli mahnılar var. Qaçışdırdım biraz. Ləzzətli mahnılar var. Dağıstanın xalq artisti. Elə belə oğlandır. Qaqanın gör nətər dostudur. Cambırat. Oradan o qədər yaxınsınız hə. Yaxınsız nədir? Elə bil bizim ilməyimiz bir-birinə bağlanır. Sən buraya. Məsələn, bu cəmaət niyə yığılıb bura? Nə məsələdir? Razı bu günləri bu tualetdə aksiyadır. 2 nəfər gəldi, 3-cü pulsuzdur padarkar. Yaxşı, başa düşdüm. Sən məni gətirdin, olduq 2 nəfər. Hə. İndi 3-cü adam yoxdursa, onda deməli belə çıxır ki, biz ora pul verməliyik də. Hə? Düzdür. Onda bizə nə xeyir oldu buna? Mən 3-cü adamın hayındayım bu da. Deyən görün də. Xanım, qadınlar üçün tualet o biri tərəfdəyir. Xanım, sənə bir dənə proqanza şilləsi qoyaram, gedib düşərsən qalx çayın ortasına, bul eləyə düşərsən çayın dibinə. Bığlarımı görmürsən? Bığımın uzunluğunu görmürsən? Qardaş, bir dənə zəhmət olmasa bu xırdalaya bilərsən. Amma qəpini alacaq. Problem yoxdur, olsun, narahat olma. Xalal, vaxtımızı almadı, qoysun cəmaə burada deyəm, növbə gözləyib burada. Qardaşım səbirli ol, indi hamı girəcək. Hala, bura ad mənbəli 3 saatdır bəqə. Qardaşım əvvəllər bir eksinsi olub. İşləmədiyi üçün çevirmişik ayağına. Hala, gəl, gedək, opposite vaxtda orada da aksiya var, getdik, gəl. Yana bilmirəm, getdik, görün. Salam Ədalət müəllim, necəsiz? Nə də sərtərdən zıntazın zəng eləyirsən mənə. Xoş Ay gəldin. dədəm, Xoş nə gəldin. olub? Hacardı. Yadınıza düşür, siz mənə demişdiniz, Hə. nə vaxt qulluğundayam, maşın təkərzat. Da vermişdim bir də ben nömrəni, daha belə də yoxdur da. Gördün hə? Salam, bu kimdir? Ədalət müəllim, Boyat. dostumdur Hə, Boyat. laf yaxşı. Salam, Salam, Boyat. nə tər? Bu düyməni bağlayaq bir də. Sən gördüm heyecanla Bir dənə qaskı bağlayayım belə. Ədalət müəllim, Hə. vallahi utanıram da deməyəm. Bizim bir biznesimiz var. Hə. Bizə çox yox, 6.000 manat borc lazım. Nə qədər? 6000. Nə edirsiniz o pulu? Elə bil ki, bu biznes heç kimdə yoxdur. Nə Şimdi biznesdir? Eksklüziv təzək biznesdir. Peynirlər cürbəcür mal Ne? qoyulur.
Peyin də peyin. Karovka da, hə, paketlə də. Görsən. Peyin dedin elə peyin iyi gəldi. Yox, hələ başlamamışıq o biznesə. Deməli biz Başlamamışız hələ, ekskluziv belə olaraq mal peyini, qoyun peyini, kenguru, dəvə, qarğa peyini hamısı bizdədir. Prosta indi onu həyata keçirmək üçün bizə pul lazımdır. Verə bilərsiniz, hə. Əl borcu da, əl borcu verə Əlborc bilərsiniz. qaytaracağıq. Nə qədər? 6000 dedik də, 6000 verə bilərsiniz. 6000 nə? Manat. Bax, sözümün ağasıyım. Dedim, zəng elə, nə kömək olsa eləyəcəm, ona görə saxladım ha. Gördün hə? Sənin canın Yaz nömrəni. Yaz. Yaz. Denə. 1, 1, 0, 0. 2. Bu 102 oldu. Əzərəfət Ürəyim düşdü. Əzərəfət edirəm. Yaz. Neçə? 050, 050. 277, Kartın kodu da bu. 71. Ay. Hənə kardını yazdım. Ay sağ ol. Hə. Darvaz. Zəng elə dinə ədalət verib nömrəni. Aha. O mənə 10.000 borcludur. Aha. Elə 10.000-i götürün işlədin sonra qaytarın ha. Bez problem. Biz də Nə vaxt sözümüzün qaytaracaq? Elə bilin biznesi quraq, biraz işlər yaxşı gedən kimi gətirib pulu qaytaracağıq. Bax ha. Heç bir problem yoxdur. Təşəkkür edirəm. Ədalət mənim, bax bir də bizim biznesimiz xoddansın. Bax şəxsən özüm, bir sənə verəcəm. Qutuda, paketdə sənə papuqay təzəyi. Pay da məndən pay. Braziliyadan gələcək Özündən ekskluziv müqayət sizə. ol. Всё, Yaxşı, öpürəm. gelin. Çox sağ ol. Ha, Bir də səhər tezdən saat 6-dan zəng eləmə. Baş üstə. Всё. Ha, 11-dən zaten zəng elə. Nə olub ay Ay, səhər gördün, tezdən? ay, Vay gördün, dedəm vay. Belə canavar kimi yığılıb gedib onun üstünə ədalətin o 10 minini almalıyıq. Ona görə də bizim hamımız bir olmalıyıq. Bir olub o 10 mini keçirməliyik öz şotumuza. Şoşi, mən səni ata tam başa düşmədim, Belə yarımçılıq başa düşdüm səni. Yarımçıq başa düşərsən də, sözün əvvəlində bura gəlirsən, axırında ora keçirsən. Uca onda da iş işdən keçir. Qalmışıq, zibilə keçmişik. Mən də artıq iş işdən keçib. Keçdi sən də. Bu da belə, ay boyat, bir dəqiqə may qulaq asın. Əsas məsələ odur. Əsas məsələ odur ki, qadan alım. Biz gedib ondan ədalətin 10 minini alanda qayıdıb o bizə deyə bilər ki, siz kimsiniz? Siz kimsiniz gəlmisiniz mənim üstümə 10 min pul almaq? Deyər deməz. Haqqı var da deməkdir. Всё da. Ona görə biz o 10 mini almaq üçün onun üstünə yığışıb avtoritet iski getməliyik. Avtoritet iski. Necə avtoritet ki ona Hindistanda o şeylər yoxdur. Yəni belə mənə Vorzakolski. Ona görə də hərəmizə bir dənə ləqəb seçməliyik. Elə ləzzətli ləqəblər. İşte bu o ləqəblərdən uca bilsinlər ki, hə biz elə belə adamlar deyilik. Adımız gələndə qorxmalıdırlar. Bəli, bəli. Staçala, boyat. Səndən başlayırıq. Başla. Sana bir dənə qəşəng ləqəb. Adını qoyuruq Paz boyat. Paz da Paz. Nə yaxşı ləqəb oldu ya bu. Yox, Paz boyat. Razu, sən aptekdən bir dənə Vişnyovski maz alırsan, çiyninə zada sürtürsən, üstündən o iyi gəlir. Sənin adın olur Mazracu. Mazracu nədir? Sən nə danışırsan? Mən Vişnovski üstümə sürtərəm. Aya ləqəbdir. Adın Racudur, Mazracu. Həstan, evdən bir dənə qaza sarı götürürsən, ləzzətli. Sənin də adın olur Qaz Məstan. Nə üçün mən xal olduğuna görə mən qaz olmalıyam, nə üçün? Mən özümlə gələndə bir dənə yaxşı bir şey götürüb gələcəm maratonda. Ona uyğun mənə üçün ad qoyarsınız. Vay kes səsini görüm mən, nə dersin? Sərəhliysən sən. Sərəhləmirəm, yox. Bunun danışına bax. Ad da dostun nə deyir onu da elə de. Bir misal var, deyir ki, dostun versə qum, sən əlində yum. Başa düşdün? Sağlığa qismət, qəşəng ləqəbim var. Get istifadə elə, get. Boyat, onda o adamı hardan tapaq? Onu da düzür, Biz zəng elə də ona. Gör mən kimlərlə gedirəm Razborg. Mən gör kimlər. Mənim ağlım yoxdur. Bir dənə bax gör. Deyən görüm, zəng eləyirəm, deyən görüm. Zəng çatırıya götürmür. Mahnıya bax. Deyirəm bəlkə buna WhatsAppda yazaq. Hər WhatsApp yaz. Yaz görün nə deyir. Deyən görüm, WhatsApp online'da, ona online'da yazıram, deyən. Online deyir. Buna bax, mesajı yazmamış oxu da bu. Deyən nəsə yazır, deyən. Yazdı. Deyən. Nə yazır? Yazıb ki, mən Qubadakı evimdə istirahətdəyəm. Nə söhbətiniz varsa gəlin burada həll eləyək. Buna görə bu başa düşmədim. Bu deyəsən bilmir kimlə söhbət eləyir. Bir dəqiqə buna bir dənə səsli mesaj.
Başa düşmedim sen diyesen anlamadın kimlerle söhbət eləyirsən. Qubadakı evimdəyəm zat nə də. Sən bizə bir dənə Mesta Palajeniya at gəlirik ora. Sərəhlədin ha sən. Səni gəlib qanqın sularında boğaram. Nə qanqın suları. Bunu öldürürəm, boğaram onu. Şu Mesta Palajeniya da atdı. Gedirik bunun göndərdiyi Mesta Palajeniya heç kim zad niyə atmır. Tolkien irəli, getdik. Ay nasıl? Harap oldu. Bir an bakım görüm. Vay vay vay. Bunun bütün karafkası bir an görüm. Yok deyəsən təkər də. Bu gedməyəcək. Vay şöşü. Hə. Başka maşın tapanmırdın ha sen. He? Neyniyim? Qonşuda olan bir dənə buydu da. O yetimə də dedim ki, heç olmasa sən maşınını ver, yasa yedim, deyim gəlirəm. Başa düştüm ondansa samakat danışardın de. Bunun ili nedir? Ne kadar benzin içine? Bunun ili boyat. Elə bil ki 83-ün dekabrıdır. Hə? Amma alış 84-ün yanvarıdır sənin. Razu. Yalan dayınla yaşıt deyip maşın. Haberim var. O dayı mənim cavar idi, yandı getdi. Bizdə Hindistanda elə motosikletlər var ki, minirsən biraz benzin tökürsən ona, bütün Hindistanı gəzirsən. Nə danışıyor bu vaxt. Bir dəqiqə. Bizim benzinimiz Gün yoxdur. görüm. Kimdi? Diyan görüm o yazıb. Yazıp ne diyecek? Yazıb ki, gələndə şöşü. 3 kilo qənd, bir dənə də böyük çay alın, pulunu verəcəm. İmza Darvaz. Darva? Vay şaşır. Ne de? Hüzüre gidiyor ya biz. Ne söyle de. Bir dənə mənə baxın. Bu cəmaatın heç 10 minini verə bilmir. Bizim çayın qəndin pulunu necə verəcək? Bir dənə mənə baxsa elə belə xırda yığılıb elə 10 min oldu bu ya. Diyan görüm Düzdür. Əşi, bizim bir dənə 10 minimizi versin. Çay pulunu almarıq da ondan. Almasaq deyəndə yazıb da, gələndə pulunu verəcəm. Prosta bunun bizə zakaz eləməyi ma biraz belə. Mənə xoş gəlmədi o. Məstan, gör nə deyirəm. Mən boyatla gedim mağazindən çayla qənddən alaq, baxmadan əli boşda getmək olmaz. Siz, Razu, siz bir dənə maşının təkərinə, ora, bura baxın, görün, nədir gəlirik. Boyat, gedək alaq gəlin. Yuvan mıyım abi? Ay şaşır kaç bloku götürün de. Götür. Bende pul burada olmuyor. Darıl. Hadi gel bura. Gel bunu. Tarıqla mən səni yiyəcəm. Gəl görək, nə alır. Salam mənə çıxardır. Kaç gördün? Salam beni çıkarsın. Ne tersin? Maşın prosta elə-belə maşındır da, indi nə qaraq, olanımız olur. Bildim de yol tutur. Bir fikirde işte görmedin neler oldu. Köhnə maşın nətər olmalıdır. Elə danışsan elə bir Galenwagen zat deyə. Vay bir fikirde işte yola çıkmışsan sen. Deyirəm ağzımda sağ qonşudan götürmüşəm da maşını. O maşın 5 dənə bəygəlin yola verib və sən ondan nə istəyirsən? Qardaş çox üzr istəyirəm. Deməli bizə 3 kilo qənd ver, bir də yekə paket bir dənə çay verərsən. Bir de kardeş şirin kuşumuz var. Şirin quş nədir? Bilmiyorsun şirin kuş ne? Uşak olmamışsan sen. Qardaş sən qəndlə çay ver. Bilmir. Bir eləmə şirin quş nə də sənin bığına saqqalına yaraşır şirin quş. Vay Razu Gül'ün yanına kaçmayacağız. El boş gede ya. Elə danışırsan ki elə bil Ratugil xəstəxanada zaddadır. Vay. Hə qardaş ver. Ay sağ ol. Nə qədər vereyim? 3 var. 3 mu? Varın da xırda. Var bana vereceğim. Tut kardeş. Şu. Didi bebe var kardeş sizde didi bebe. 5 tane de didi bebe ver. Vay cici bebe neyini sana? Bak kulağın dibinden halvayı gelir. Yaşıma başıma bak ya. Başın xarab olur. Ha kardeş lazım değil. Lazım değil. Gidelim tamam. Şu ne de? Evin damını qurtarmamısan, hə? Ay 3 gündür sen bunları doğrayıp kurtaramamsan Razu. Gücüm çatmır da, şoşa mən neyniyim? Ay nətər yəni gücüm çatmır. Ne oldu sənə? Bak, bir də buna bax. Ay Razu gücün çatmır. Mazen gələ ki ay şöşü. Mən odunları doğrayamıram gücüm çatmır. Mən də bizonu götürüm gəlim də. Ala. De bizon. Nədir bu? Güc, enerji. Ay iş bütün meşəni doğra tök qırağa. Bütün meşəni doğrayıb qurtaracağam mən? Hədəli quru ağaçları. Şoşa, çəkil qırağa. Gülcüm
Baş sponsor Bizon Energy. Qapdı tumla. Deyirəm ay razı. Qabaqlar tum almağa gedəndə gah tum köhnə olurdu, gah dadsız olurdu, gah daçı stəkan ballajı olurdu. Necə? Balaca stəkan? Sən hardan biləsən? Sən o vaxtı Hindistanda bulanıq qanqın sularında çimirdin. Çocuq, Ha, deyirəm necə dadlı tumdur hə bu. Çox xoşum gəldi. Bunun üstündə yazılan 7 dad nə deməkdir? o məktəb oxumaq lazımdır. 7 dad, yəni bunun tərkibində 7 dənizin duzu var. Bu Beliska tumları elə belə tum deyil. Necə? 7 dənizin duzu? Bəli. Şosu bizim qanq da oradadır. Yox, qanqı bura qatmayıblar. Bu Beliskadır, Beliska. Partnyor Belaçka tumları. Bizon Enerji'nin baş sponsorluğu ile Duz Komedya devam eder. Ola Razu. Ay Razu. Nə demək Qaqaş, mənə bax, deyirəm sən Hindistandan gələndən Bəli. bir dağıdı yanmırsan, qaqaş. Bütün günü əl-bələ oynayırsan, fırlanırsan. Deyirəm bəlkə mənə sirrini qardaşına deyəsən. Bunun sirrini Ha. deyin. Haşan deyəsən? Elə indi deyəcəm sənə. Bunun sirri bizondadır. Bizon iç. Gör necə oynayacaqsan. İç. Xoşuna gəlir, istəm. Bu nədir lan qaqaş? Allah deyələ mən də oynamaq istəyirəm, Allah deyəm. Baş sponsor Bizon Enerji. Güç bizdedir, enerji bizdedir, güç bizdedir. Abi bu şoğanın da açılmır. Parmaqlarım çıxı yerdən. Razu. Ay Razu. Nə deməksən? Açarı ver oradan məni görüm açın parmağını açılmadım. Nə açar? Evin açarını? Ha evin açarını. Adı ne evin açarı? 18 açarda 12'den 15'ten belki açın bunu. Çıkmıyor. Ha açılmıyor şoğanı. Almasa. Düzəldə bilirsən? Ada bu gedmir ki buna gəlir ətdəli bunu. Zibilli düşmüş. Bəlkə maşının da səni verim sənə. Məsələn. Maşın əvvəl belki qoyması bilərəm. Bax ki niyə qoymuşsunuz vi? Alo. Bambi. Necə? Rat Habibini yandırırsınız. Yandırırsınız yandırın da. Onsuz da o yanmır. Yalanla özünü öllüyə var. Lan dedi kimi yandırırlar mənə zəng verirlər. Adam öldü meydayı. Dolduq tadı axı bu. Öldüm. Razu. Ya şey şöyle altaya bağaza. Gelsin bunlar çıxa gedək. Oldu Əməstan. Düzəldə bildiniz? Kes bir yan qoyma. Indi qutarsız işinizi. Ata neyin daha ölürəm səhərdən. Parmağım nasmışam botları ye. ölmüş Vaxt ya, yoxdur, sən nə vaxt yoxdur. Oturun getdik. Gedək. Tez. Bağla davay. Sen falan öldüm xala oldu. Bir də maşbomu götür da. Tamam başıma bela deyil. Mestopoloji ilə gəlir. Bu təpəni göstərir. Haran göstərir? Beşiktaş. Köşün. Darvaz oturduğu yer buradır. Buranı göstərir də nə bilim. Buna bak ya adı Darvaz'dı. Oturduğu yerin darvazası yok değişmeyin. Burası qurmuş şəlalə yox ya. Mən onu şəlalədə boğacam. Bir dəqiqə dünyanın xanımdır, bir mədəni olun da, nə olub? Salam, xoş gördük. Salam aleyküm. Bizə Darvaz müəllim lazımdır. Salam aleyküm. Eşidirəm. Salam aleyküm. Mestopoloji ilə düz bura gətirib çıxardıq. Bunun hüzrə gedəniz adı var ya. Nasıl düşüb bu? Qara cibi ya. Bəlkə biz gələnə kimi Darvaz rəhmətə gedib, bildiyandır. Bildim kendi çayı ona göre aldırır. Müqəddəs qardaşım. Eşidirəm sizi. Xanım, çox üzr istəyirik. Bizə Darvaz müəllim lazımdır. Bəli. Darvaz eşidir. Darvaz müəllim eşidir. Hardadır Darvaz müəllim?
Onda da bəlkə xəbərimiz yoxdur. Darvaz oturum qabağınızda. Ay xanım, sən səhv saldın, nə bizi yaxşı başa düşə bilmədin. Deyirik ki, bizə Darvaz müəllim lazımdır. Axtardığınız adam da mənəm. Adım Darvazdır. Eşidirəm sizi. Darvaz sizsiz. Hey, xanım, çox üzr istəyirəm, bir sual verəcəm. Siz əvvəllər kişi olub sonra qadına çevrilmisiniz, yoxsa uşaq vaxtı papanız istəyir ki, oğlu olsun? Uzatma, sözümü de. Biz çox üzr istəyirik. Bu WhatsApp-da yazışan siz idiniz bizlə. Mənəm. Mestapolojeni mən atmışam. Buyur. Mən çox üzr istəyirəm xanım. Bayaqdan baxıram ora bizim şəkillərimizi vurmusunuz. O nə vurmusunuz ora? Mən öldürəcəyim adamların şəkillərini divara düzürəm. Nağardıq adamların şəkillərini öl. Sən gedin, şoşda sən. Ay, boğazımda şey qaldı. Ay, dil ötmə, ay, sabah verdi. Almış. Mən almışam. Hindistan çayı bir də doğramışkən. Sözlə xoşum gəlir. Öldürdüyüm adamları doğrayıram. Ne qarır? Qurəklə də bu. Doğruyur. Darvaz xanım, çox üzr istəyirəm. Mənim dalağım tutdu. Biraz burada öskürməklərimdə var. Biraz da ürəyim buradan sancır. Bir dənə mən maşından dərman götürüm gəlirəm. Ay, açarı vermə. Ay Ədalət qardaş, sən Allah üzr istəyirəm, sən də narahat edirəm. Sən bu nömrəyə bir dənə bax gör düz vermisən. Bunun adı Darvazədir yoxsa Darvaz? Hə, düz vermisən. Ay qardaş, vallah biz elə bilirdik bu kişidir. Bu sənin borclu olduğun adam başdan ayağa qan ağlayır. Vurub Nətər? Alo. Ha? Boy. Ad boy verdi. Aya nömrəsini söndürdü. Aya bu nə zibildir biz köşmüş ya. Deyəsən dostluğunuz sizi qoyub getdi ya. Amma o bilmir ki, bu ərazidən hələ heç kim sağ çıxmayıb. Necə? Sağ çıxmıyor? Mənə zəng gəldi ki. Xanım, bağışlayın bir dənə telefonla danışım. Boya, utanmırsan, sən xalanı alladırsan. Sən zəng gəldi be ya. Səsi çıxdı onu, mən görə bilmirəm sən telefonun zəngini lülülülülü eləyir də. Niyə alladırsan? Sərəklədir nə sən də? Bir dağıdıyan mı? Bir dağıdıyan ne keçiyorsan ha? 4 tane bığı vurma oğlan ha? Bir de barbarla bazarmayacak. Ne mış atırmışsan ha? Durmana gitti. Baby, bye bye. Şırlar kim söylüyor? Toplar gitti. Toplar kaldı, ışığı görmüyorum. Mən sana otur qalmış, otur. Yavaş. Ayşə, düz gəlsin, otur. Ay, Işığı da görürse görmüyor. utanmırsan ha sən? Gözəl görçək xanım, niyə əsəbləşdirsən ha? Nə deyir o düz deyir, başa düşdün? Ay xanım, əsəbləşməyin, azarlayıb ürəyimiz zaduz xarab olar. İcazə verin maşında bala kardim var, gətirim tökək çay içək ikimiz bir yerdə olar. Ürək ağrı dərmanı mənə yox, sizə lazım olacaq. Bu kim idi mənə telefonda hədə qorxu mesajları yazan? Hansınız idiniz WhatsAppda şirə dönən? Mənim WhatsApp'ım yox. Hadi yığın çoşuya gelsin zamanında söhbetini razılığına telesin daha. Cemaatin vaxtını alırıq burada, işi var gözü var badın. Şoşun neynirəm ha? Mən sizə elə bildiniz 10 min pul verəcəm. Siz də buradan hoppana gedəcəksiniz. Hoppana mən oynayalım. Ahadır. Apar bunlara neynəcəklərini başa sal. Ay xanım, mən bana yaxşı, ay Bahadur qardaş, mən yaxşı paltar yuyuram, qab yuyuram, xəmir yoğuram, liftə qalan adamları çıxardıram. Nə istəyirsən işləyim de. Darıxma, hamısını eləyəcəksən. Burada bizim mekandı ya. Doğmadır şuvalandı ya. Burada bizim mekandı ya. Ha, xalavli. Ha, adı ərəbdir abla. Xalavli, siz bunu müşkülat eləyin özünüzü xırda. Gedim sizin antika şokoladdan, zatdan uyan-buyan götürüb gələcəm. Sizdən nəfdən damında nə var? Xalavli, müdiriyyət nərdə zada icazə vermir bizdə. Bizdə baş şahmat var. Bir də həftənin axırıncı günləri riyaziyyat yarışmaları edir bizdə. Lazımdır bu. Yaxşı, onda getdim, şokolatı götürün gələm. Adam da öz işindən zövq alar ya. Belə iş olar ya. Ha, nə oldu? Qabuz qutardı. Gətirin çıxardın yumda hamısın. Qardaş, şokolata bax, şokolata xalavli. Bir dənə şokolat götürmüşəm sizin üçün. Bəhbəhli. Özümün qırğın deyə, qırğın. Bu nə də?
Ay sen çayxanada diye qulluq edirsən, başa düşmədim. Ne oldu sizə? Mən günüm mənə yaxşı deyə. Sən get bir dənə boyatın gündə bax. Ne olub ki boya? Get görürsən də qab yuyur da. Ne qarır? Qab yuyur. Ay, Sən get mənim işim üzüm var. Bir də buna bax. Çeşmiyor şuvalar ya. Burada bizim mekandı ya. Ay çok etleri. Bu ne de? Mən lazım idi bu. ay boya. Bu ne de? Ay biriniz orada çay paylırsınız, biriniz burada qab yuyursunuz. Ne güne düştünüz ha? Ne oldu sizə? Ay şöşü, sen öyle ağzının üstüne bir tane şapalak koyarım. Burnunla ağzının yerini değişer. Başa düştün ha? Ayıp da öyle bir bizi koyup kaçtın. He? Ay sizi koyup kaçmadım. Çıktım ben Zenceliye Medalete o da telefonu söndürüp kalmışam belə. Ha, olsun diye sen görmedin onun akranın. He? Üstünde 30 tane ölüm işi var ya. Hara kaçım hemen. Hayat 5 tane kıllı kişi bir tane arvattan korkursunuz ha. Ne olur be size? Ay sonra bunun da mestan değildi. Bak bu sözleri mestan değildi. Arvat ne ter şapalak koydu ha ona. Sen öyle mestancın evinde çıksın de. Hayat. Ne var? Korkma gel yavaş yavaş çıkak aradan. Ayıp de kabüyen zat nedir? Ay şöşü. Bak gör Bahadır oradadır. Ay buradan zattan korkma. Düşmanından gitti. Hadi bak sonra. Ayıp. Hadi yan de kaç lokum götürün de. Gel. Meşahe eta nehi mera. Tenzane bakın ben necə göstər. Əlinlə yaxşı çox düşük yaxşı. Yoxsa çirki getməz ha onu. Mənə paltar yığmağı bilirsən kim öyrədi? Nənəm Rətxa. Hə, elə qəşəng paltar yuyurdu. Uşaqlıqdan mənə də öyrətmişdi. Biz hər 6-cı gün gedirdik Qanq çayının sahillərinə. Orada bütün arvadlarla biz paltar yuyurdu. Sonra paltarları biz nə edirdik? Götürürdük belə daşa çırpırdıq belə. Paltarlar orada cırıq. Zarafat edirəm, yox. Onda effekti yaxşı olur. Paltar olur yumuşaq. Mikuş olur, mikuş. Sıx. Ben belə sıxırsan. Alo. Bəli şöçü. Necə? Yaxşı, bu da gələm. Bak Tünü, sen paltarları şeyleme ya, qatıp karıştırma, yaxşı? Yoksa sonra deyirlər, Raconun yunluğu paltarlar hamısı çirklidir. Yaxşı, mən bir dənə bunu assım. Gələm sənə kömək eləmə. Meşahid nehi merale geçti. Merga. Gələm ha, Tünü gələm. Hara gedirsiniz belə tülkü çıxırsınız aradan? Xanım, mən rayondan zəng gəldim. Rəhmətə gedən var da, bu dostum var, isi rəhmətə gedib. Gedib onun meydini qaldırmalıyam. Mən icazə verirəm. Xanım, mən də samavarı su doldurmuşam ha. Gedim 3-4 tane taxtı götürüb atımı altına qalayım. Cəmaət çay gözləyir. Bunu çəkəcəm. Alo? Bəli, necə? Tez bura gəlin, polislər götürüb bura. Bizi tuturlar burada, öldürürlər bizi. Tez olun, öldürürlər bizi. Bir dəqiqə deyən görüm hə. Ay biz nədən qorxuruq hə? Qoş. Darvaz xanımsan, kimsən bilmirəm. Dərəbəylikdim hə. Qanun yoxdum hə. İnsan hüquqları haram. Baxın hə, bu nədir? Saçman oldu. Oturduğumuz yerdə zibilə düşdükdə gəlin gedib qabları yuyaq da biz nə qarmalıyıq ki? Gedib qabları yuyaq. O şillədən mənə də deyib. Dilin qatdalandı. Şöşü, niyə yalandan deyirsən? Şöşü kimdir? Stop. Nədirsiniz? Qoymursunuz bizi. Düzdür. Hə, gəlin getdi hə. Tırnağa getdi. Davay baby, bye. Çıxdığım hər yol rəqabət meydanına çevrilir və mən buna hazıram. Rəqabəti sevirəm. Hər an, hər yerdə istənilən rəqiblə.
Attığım hər addım məni birinciliyə aparır. Qələbə mənim olmalıdır. Daim hərəkətdəyəm. Daim öndəyəm. Daim zirvədəyəm. Çünki tək rəqibim özüməm. Bizon enerji, güc məndədir.